Bugün WUF 13-ün sonuncu günündə postkonflikt dövründə şəhər salma fəaliyyətində, mina təmizləmə fəaliyyətinin rolu mövzusunda tədbir keçirildi. Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə kəndlərimiz, şəhərlərimiz bərpa olunur. Məcburi köçkünlərimiz öz doğma yurt yuvalarına qayıdırlar və sözsüz ki, bu fəaliyyətində əvvəlində mina təmizləmə fəaliyyəti durur. 2020-ci ilin noyabr ayından o günə qədər 272 min hektardan çox ərazi mina və partlanmış hərbi sursatlardan təmizlənmişdir və bu təmizləmə əməliyyatları nəticəsində 252 mindən çox mina və müharibənin partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilmişdir.